suallara cavab tapmağa çalışmışıq. İzləyək. Müşahidələrə əsasən vətəndaşların çoxu mağazalarda qablaşdırılan çörəklərə daha çox üstünlük verirlər. Sözü gedən un məmulatının estetik görünüşü, yumuşaqlığı və doğranmış halda təqdim olunması alıcıların diqqətini daha çox cəlb eləyir. Lakin çörəklərin tərkibinə əlavə olunan müxtəlif maddələr onların rəf ömrünü uzadır və kiflənmənin qarşısını alır. Eyni zamanda bu növ çörəklərdə duzdan daha çox istifadə olunur. Tərkibindəki bəzi maddələr isə orqanizmdə şəkərin səviyyəsini artıraraq müxtəlif sağlamlıq problemlərinə yol aça bilər. Gec xarab olsun, gec kiflənsin deyə xüsusi maddələr istifadə olunur. Bunlardan biri də kalsium propionatdır. Nə qədər bunun istifadəsinə icazə verilsə də, çox miqdarda istifadə olunması təbii ki, mədə-bağırsaq sistemində bəzi problemlərə gətirib çıxara bilər. Bundan başqa, bu xarab olmasını əngəlləmək, gecikdirmək üçün istifadə olunan maddələrin çoxluğu, sintetik maddələrin çoxluğu çörəyin təbii ki, kalitesini aşağı salır. Bu da həzm sistemində daha çox problemlərə gətirib çıxara bilir. Qablaşdırılan çörəklərin üzərində son istifadə tarixi, tərkibi və saxlanma şəraiti mütləq göstərilməlidir. Bəzən insanlar çörəyi evdə düzgün saxlamadıqları üçün o qeyd edilən vaxtdan daha tez xarab olur və kiflənir. Mütəxəssislər bildirirlər ki, çörək ev şəraitində 18-22 dərəcə temperatur aralığında saxlanılmalıdır. Un məmulatını sərin, qaranlıq və günəş şüaları düşməyən yerdə saxlamaq tövsiyə olunur. Həmçinin istifadə etdikdən sonra paketin ağzı mütləq şəkildə bağlanmalıdır. Çünki paketin ağzı açıldıqdan sonra hava ilə təmas etdiyindən bəzən məhsulun tərkibində kif əmələ gəlir və müxtəlif mikroorqanizmlərin çoxalması üçün əlverişli şərait yaranır. Və eyni zamanda əgər bir neçə gün istifadə olunmayacaqsa, bəzən insanlar bunu soyuducuda saxlayır ki, bu tamamilə yanlışdır. Soyuducuda saxlanılması onun daha tez xarab olmasına gətirib çıxardır. Lakin uzun müddət istifadə olunmayacaqsa, dondurucuda saxlanıla bilər. Mütəxəssislər tərkibi tam taxıllı, çovdar, təndir və ev üsulu ilə bişirilən çörəklərə üstünlük verilməsini tövsiyə edirlər. Çünki bu növ çörəklərin tərkibində vitamin və minerallar kifayət qədər olur. Eyni zamanda bu un məmulatlarını orqanizm daha rahat həzm edir.